Elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli dalğada efirdə güneş olur gəl səhərim. Elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli dalğada efirdə güneş olur gəl səhərim. Günə xoş ovqatla başlayanlar, Rusinin arxasınca gedənlər və ən əsası bizi öz evinə, öz ocağına qonaq edənlər. Hər kəsi salamlayırıq, sabahınız xeyir olsun əziz dostlar və arzu edirik ki, bax bu yeni gün sizi bir addım da olsa, bir pillə də olsa ucalsın, sizi bir addım da olsa arzularınıza çatdırsın və ürəyiniz hər zaman fərəhlə dolsun deyirik və biz də çalışacağıq ki, bu yaxın 2 saat ərzində sizinlə həm söhbət olaq, həm də çatdırdığımız məlumatlarla, xəbərlərlə bir qədər də olsa ürəyinizi isidək. Bir daha deyirik, sabahınız xeyir. Bugün studiyada Günay Tehran qızı və həmkarım İlkin Babadır. Gününüz uğurlu olsun, sabahınız xeyir hörmətli dinləyicilər. Hər birinizə salamlayırıq və təbii ki, izləyicilərimiz siz həm də bizə YouTube-dan baxa bilirsiniz. Azərbaycan Radiosu Plus səhifəsinə daxil olun və canlı yayında bizi izləmə imkanınız var. Bizimlə birgə proqramı sizə təqdim edən rejissorumuz Qızqayıt Camalova və YouTube üzərindən görüntünü Fərid Məmmədov təqdim edir. Onların adından da hər birinizi salamlayırıq. Sabahınız xeyir olsun. Göyler ağlayır kalbimin yarasına. Bilmirəm çıxım gedim dünyanın arasına. Göyler ağlayır kalbimin yarasına. Bilmirəm çıxım gedim dünyanın arasına. Yağış yağır sərindir deyəsən yağışlarsan. Səni istəyirəm bilirəm yandasan. Bu dünyada heç kimin ürəyim sevəm deyil. Ürəyimə gələnlər ağlıma gələn deyil. Yağış yağır sərindir deyəsən yağışlarsan. Səni istəyirəm bilirəm yandasan.
gözəlsən, bir əsr sən əziz dost. Azərbaycan radiosu 100 il. Günün hava məlumatı. Bugün fevral ayının 27-sidir və bugün hava necə olacaq? Sinoptiklər nəyi xəbərdarlıq edirlər bizə? Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Amma gündüz bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq, nisbi rütubət 75-85% təşkil edəcək. Azərbaycan rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu isə gündüz 6-10 dərəcə isti, dağlarda isə gündüz 0-3 dərəcə şaxta olacaq. Və bir xəbərdarlıq da var, küləklə bağlı xəbərdarlıqda, onu da deyək dinləyicilərə. Bəli. Və Bakıda və Abşeron yarımadasında deyirlər ki, bugün və sabah eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bildirilib ki, Bakı və Abşeron yarımadasında Ağdam, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Tərtər, Bərdə, Mingəçevir, Sabirabad, Salyan, Biləsuvar, Neftçala, Zəngilan, Hacıqabul, Cəllabad, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək. Küləyin sürəti saniyədə 20,8-28,4 metr olacaq, yəni güclənəcək. Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək. Küləyin sürəti 13,9-20,7 metr saniyə təşkil edəcək. Belə, biz də sizə havadan asılı olmayaraq yüksək əhval-ruhiyyəli bir gün arzu edirik. Get gözümden, ey vefasız yarım. Get könlümden, ey safsız yarım. Çalışım bircə an, unudum səni. Çalışım bircə an, unudum səni. Çalışım, unudum səni. Necə unudum səni, necə unudum səni. Necə unudum səni, həsrətin üzür məni. Necə unudum səni, necə unudum səni. Necə unudum səni, həsrətin üzür məni. Kimi uçup gitti o çağlar, indi xatirədir o dəniz, o dalğalar. Xəyalım o günlər yenə vararlar, könlüm o yerlərdə səni sorarlar. Könlüm yenə səni necə unudum səni, necə unudum səni. Necə unudum səni, həsrətin üzür məni. Necə unudum səni, necə unudum səni. Necə unudum səni,
səni. Azərbaycan dilinin sinonimlər lüğəti. Aydın, açıq, təmiz, aydın, aşkar, məlum, açıq, bəlli, aydınlaşma, işıqlaşma, açılma, aydınlaşma, aşkarlaşma, müəyyənləşmə, aydınlaşma, işıqlanma, nurlaşma, parlama, aydınlaşmaq, işıqlaşmaq, açılmaq, aydınlaşmaq, aşkarlaşmaq, müəyyənləşmək, aydınlaşmaq, işıqlaşmaq, nurlanmaq, parlamaq, aydınlıq, işıq, nur, aydınlıq, aşkarlıq, müəyyənlik, məlumluq, bəllilik, ayıb, biabırçılıq, ayıb, qüsur, nöqsan, ayıblı, qüsurlu, nöqsanlı, ayıbsız, qüsursuz, nöqsansız, ayıbsızlıq, nöqsansızlıq, qüsursuzluq, ayı döşəyi, qıcı, ayrıçı, çeşitçi, ayıq, sərvaxt, ayıq-sayıq, gözü açıq, ayıqlıq, sərvaxtlıq, ayıqlıq, sayıqlıq, göz açıqlıq. Azərbaycan dilinin sinonimlər lüğəti. Bu hayat sevgiyle daha güzeldir. Sevginin yolları sonsuz eserdir. Seven genç yürekler birge döyünse, saf hisler hiç zaman sönmeyecektir. Sevgilim bana cihanı bir yerde dolaşal yine. Yüreğin sevinsin, gözlerin gülsün. Seni çok sevirem, bu dünya bilsin. Muhabbet yağışı göyden yağsın. Senler tek koydaşsın dileyler. Yüreğin sevinsin, gözlerin gülsün. Seni çok sevirem, bu dünya bilsin. Güne aya benzer güzellik gereğidir. İnsanı yaşadan arzu dileğidir. Seven genç yürekler birge döyünse, saf hisler hiç zaman sönmeyecektir. Sevgilim bana cihanı bir yerde dolaşal yine. Yüreğin sevinsin, gözlerin gülsün. Seni çok sevirem, bu dünya bilsin. Muhabbet yağışı göyden yağsın. Senler tek koydaşsın dileyler. Yüreğin sevinsin, gözlerin gülsün. Seni çok sevirem, bu dünya bilsin.
sevinsin, gözlerin gülsün. Seni çok sevirem, bu dünya bilsin. Məhəbbət yağışı göydən yağsın. Sellər tək qoydaşsın, diləklər ürəyin sevinsin, gözlerin gülsün. Seni çok sevirem, bu dünya bilsin. Azərbaycan Radiosu 105 FM-də. Səhər efirimiz davam edir, hörmətli dinləyicilər. Azərbaycan Radiosunda siz gəlsəyərimi dinləyirsiniz. Studiyada İlkin Baba və Günay Tehran qızı və bugün fevral ayının 27-sidir. Biz istəyirik dünənin tarixinə nəzər salaq. 26 fevral tarixi Xocalı faciəsinin, soyqırımının ildönümü və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-sında Xocalı şəhərində Xocalı soyqırımı memorialının açılışında iştirak ediblər və prezident İlham Əliyev memorialın önünə əklil qoyub. Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma memorial barədə məlumat verib. Qeyd edək ki, Xocalı soyqırımı memorialı prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı sərəncama əsasən Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədi ilə yaradılıb. Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Bəli, memorialı 4 tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində Xocalıya Ədalət kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir. Bəli, Xocalı soyqırımı memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən bir məkandır və işğaldan azad edilən Xocalıda ucaldılan memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq və bugün xalqımız 20-ci əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad eləyir. Xocalı qurbanlarının ruhları bugün şaddır. Müzəffər Ali Başkomandanın da dediyi kimi onların qanı yerdə qalmadı. Onların qisası vətən müharibəsi zamanı döyüş meydanında alındı. Ruhları şad olsun deyirik. Gözlerimin önünde eksin canlanır yine. Dünyanın hoş gününde azap verirsen bana. Elim elinden uzak, sesim sesine yetmiş. Dert çekilip kurtarmış benden. Üzülmek nedir nedir? Duyamam. Dert çekilip kurtarmış benden. Üzülmek nedir nedir? Ne kadar sert olsa dalgalar, kayalara çırpınır, geri dönen yolları kesip bir intizar. Sensiz kalan sevgi
Hardasan mən harda Xəyal qanadlı quşdu Ruhuma dönməyində Mənim üçün uçuşdu Bir daha görüşmədik Sevdanı apar, apar Gedərsən xəyalımda Xatirəm qalar Gedərsən xəyalımda Xatirəm qalar Nə qədər sərt olsa dağlar Qayalara çırpınıb Geri dönər yolları Kəsib bir intizar Sensiz qalan sevgim Bir ümid ilə nə qədər sərt olsa dağlar Qayalara çırpınıb Geri dönər yolları Kəsib bir intizar Sensiz qalan sevgim Bir ümid ilə Sevənlərin tali amansız olar Məhəbbətin heykəli baxılmaz qalar Aylar ötər, il keçər, zaman dəyişər Ürəklərin yarası sağalmaz qalar Nə qədər sərt olsa dalğalar Qayalara çırpınıb Geri dönər yolları Kəsib bir intizar Sensiz qalan sevgim Bir ümid ilə nə qədər sərt olsa dağlar Qayalara çırpınıb Geri dönər yolları Kəsib bir intizar Sensiz qalan sevgim Bir ümid ilə Gəl səhərim. Bəli, proqramımız davam edir əziz dostlar. Bir daha sabahınız xeyir olsun. Bizə yeni qoşulan dinləyicilərimiz varsa, hər birinizə xeyirli, uğurlu bir gün arzu edirik və demək istəyirik ki, bugün studiyada Günay Tehran qızı və həmkarım İlkin babadır. Eyni zamanda bizə YouTube'dan da baxırsınız. Azərbaycan Radiosu Plus səhifəsindən canlı yayımda görüntülü şəkildə sizə studiyadan səslənirik. Görüntünü Fərid Məmmədov təqdim edir. Radio rejissorumuz isə Qızqayıt Camalovadır və hörmətli dinləyicilər, bilirsiniz ki, Azərbaycan Radiosu məhz 44 günlük vətən müharibəsindən sonra işğaldan azad olmuş ərazilərimizdə olan bütün yenilikləri sizə çatdırır və Qarabağ dirçəlir. Qarabağa həyat qayıdır və bu qayıdış Günü-gündən orada qəşəng festivallar, tədbirlər keçirilir. Musiqi festivalları, film festivalları ənənə bu il də davam eləyəcək. Bəli, bu il deməli hardasa 24-27 avqust tarixlərini əhatə eləyəcək. Ola bilər ki, mən yanılıram, amma qəşəng bir festival gözləyir Laçında bizi. Laçında. Bəli, Laçın Beynəlxalq Film Festivalı keçiriləcək. O haqda bizə Hocaz Film Yaradıcılıq Studiyasının direktoru Amil Amal məlumat verəcək. Onu eşidək. Salam, hər vaxtınız xeyir olsun. Laçın şəhərindən sizi salamlayıram. Bildiyiniz kimi Laçın Beynəlxalq Film Festivalının Laçın şəhərində təqdimatını elədik. Laçın rayonunda prezidentin xüsusi nümayəndəliyi və Bakı Abadlıq Xidmətinin dəstəyi ilə keçirdiyimiz bu təqdimat Azərbaycanın kino tarixində deyərdim ki, çox böyük bir əlamətdar hadisə idi. Çünki biz bu elanı elədikdən sonra, təqdimatı keçirəndən sonra çoxlu, belə deyim də, təbriklər gəldi və ümumi olaraq demək istəyirəm ki, bu kinofestival 2026-cı ilin avqust ayında baş tutacaq. Ümumilikdə, belə deyim, yeni yaradıcı səsləri üzə çıxarmağı, Laçının mədəni dirçəlişini dünyaya çatdırmağı və regionu beynəlxalq kino mühitinin
yeni yaradıcı məkana çevirməyi hədəfləyir məqsədimiz. Bir sözlə bu kinofestivalın Azərbaycanda digər keçirilən festivallardan fərqi də odur ki, kütləvi şəhər festivallarından fərqi əsas odur ki, coğrafi uzaqlığı və dağ landşaftını eksklüziv üstünlüyə çevirərək megapolislərdə mümkün olmayan səmimi peşəkar ünsiyyət mühiti yaradır. Və bu da Laçının unikallığı, onun təbiəti, Həkəri çayı və tarixi irsinin, istər Laçının abidələri, tarixi abidələri, Qasımışağı xalçası və bütün bunlar hamısı müasir infrastrukturla Laçın hava limanı, Laçın Resort Spa otel mərkəzi, Oças Film Yaradıcılıq Studiyası, Laçın Kinoteatrı və digər belə deyim də istirahət zonaları hamısı sanki vəhdətdədir bir-birindən və festivalımızın əsas mükafatı isə rəsmi mükafatı Laçın meşələrinin simvolu olan qırmızı palıtdır. Daha doğrusu qırmızı palıt budağıdır. Yəni qırmızı palıtdan ilhamlanmışıq və bu mükafatı qızıl palıt budağını təsir etmişik əslində ki, bu da həm dözümlülüyü, həm də dirçəlişi təcəssüm etdirir. Azərbaycan dövlət gerbində də olan palıd, çətin dağ iqlimində belə yaşam gücünü qoruyan, zamanla daha da möhkəmlənən iradənin simvoludur əslində. Yəni bu mənada festivalın vizual identikliyi və mükafatları məhz bu metafordan ilhamlanır ki, insan yaradıcılığının tənqidlər, müharibələr və çətinliklər qarşısında da solmadığını, əksinə yeniləndiyini, daha da dirçəldiyini göstərir. Xüsusi mükafat kateqoriyalarına gələndə ən yaxşı bədii qısa metrajlı film, ən yaxşı sənətli, ən yaxşı animasiya, ən yaxşı tələbə filmi və ən yaxşı rejissor bölmələrində kateqoriyalarımız var ki, bu da özlüyündə həm yerli, həm də beynəlxalq iki hissəyə bölünür. Ümumi mükafat fondumuz hətta $5000 belə deyim mükafat fondumuz var. Bir sözlə inanırıq ki, bu təşəbbüs Azərbaycandakı müasir kino mühitimizdə yeni bir dönəm yaradacaq və Xəzəryanı və həmsərhəd ölkələr, həmçinin MDB və Türk dövlətləri, Mərkəzi Asiya, xüsusilə Türkiyə və Cənubi Şərqi Avropa kinosuna daha çox çalışacaq, üstünlük verək və bütün reqlament və qaydalarla da bağlı laçınfilmfest.com saytından belə deyim, bütün şəxslər öz çəkdikləri filmləri bizim festivalımıza göndərə bilərlər. Nə qəşəngsən, nə gözəlsən, bir əsr sən əziz dost. Azərbaycan Radiosu 100 il. Bircə kərə üzünü görməsəm də mən, sənin üçün bircə gün dərməsəm də mən, könül açıb könlümü verməsəm də mən, nə yaxşı ki sən varsan, sevirəm səni, hamıdan gizli eşqim, könül səsimdir, sanki xəzan çağında yaz həvəsimdir. Mən bilirəm sən varsan, mənim bəsimdir, nə yaxşı ki sən varsan, sevirəm səni. Bu dünya dağılmaz ki sən mənim olsan, ürəyimi oxşasan, könlümü alsan, bəlkə də bir yuxusan, şirin xəyalsan, nə yaxşı ki sən varsan, sevirəm səni. Bu dünya dağılmaz ki sən mənim olsan, ürəyimi oxşasan, könlümü alsan,
Bəlkə də bir yuxusan, şirin xəyalsan. Nə yaxşı ki sən varsan, sevirəm səni. Mən bir yelkənsiz qayıq, sən uzaqda. Çağırsam yetməz sənə, nə səs, nə səda. Yeganə təsəllim var mənim dünyada. Yaxşı ki, nə yaxşı ki sən varsan. Sevirəm səni. Hamıdan gizli eşqim, gönül səsimdir. Sanki xəzan çağında yaz əvəsimdir. Bilirəm sən varsan, mənim bəsimdir. Nə yaxşı ki sən varsan, sevirəm səni. Bu dünya dağılmaz ki sən mənim olsan. Ürəyimi oxşasan, könlümü alsan. Bəlkə də bir yuxusan, şirin xəyalsan. Nə yaxşı ki sən varsan, sevirəm səni. Bu dünya dağılmaz ki sən mənim olsan. Ürəyimi oxşasan, könlümü alsan. Bəlkə də bir yuxusan, şirin xəyalsan. Nə yaxşı ki sən varsan, sevirəm səni. Bu dünya dağılmaz ki sen benim olsan. Ürəyimi oxşasan, könlümü alsan. Bəlkə də bir yuxusan, şirin xəyalsan. Nə yaxşı ki sen varsan, sevirəm səni. Bu dünya dağılmaz ki sen benim olsan. Ürəyimi oxşasan, könlümü alsan. Bəlkə də bir yuxusan, şirin xəyalsan. Nə yaxşı ki sən varsan, sevirəm səni. Sevirəm səni. Biz də sizi sevirik əziz dostlar və sevgi ilə də proqramımıza davam edirik. Bugün Ramazan ayının 9-cu günüdür. Oruç tutanlar üçün deyək ki, bugün iftar saatı 18:43-dədir. Əziz dostlar və 9-cu günün duası belədir. İlahi, bugün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına səbəb olan və hər cür xeyri özündə cəm eləyən əməllərə doğru çək. Məhəbbətinə ant verirəm, ey arzu edənlərin istəyi. Allah orucunuzu qəbul eləsin. Amin deyirik. Ramazan əslində ac qalmaq deyil. Ramazanda suyun bir qurtumu belə bir nemətdir. İftarda içilən o ilk qurtum su sadəcə su olmur, həm də şükür olur. Hər günün sonunda qurulan süfrə isə sadəcə olaraq yemək süfrəsi deyil, həm də ailənin, səbrin və paylaşmağın süfrəsidir və Allah orucunuzu bir daha qəbul etsin. Sırada bir sujetimiz olacaq, hörmətli dinləyicilər. Siqaret çəkənlər adətən Ramazan müddətində oruç tuturlar və oruç iftar zamanı başlayırlar siqaretlərlə orucu açmağa. Mütəxəssislər deyir ki, bu insanların həyatı üçün çox təhlükəlidir. Əslində siqaret hər birimizin sağlamlığına zərərlidir. Bunu bir daha vurğulayaq. Və hətta bəzi insanlar elə düşünürlər ki, əgər oruç tutublarsa yemək yemirlər, amma siqaret çəkə bilərlər. Bunu düşünən adamlar da var. Yox, qəti şəkildə olmaz. Ətrafımızda biz bunları da görmüşük. İnan mənə şahidi olmuşam elə adamların və ümid edirəm ki, onlar bununla günaha batmırlar. Yəni artıq xəbərdardılar ki, belə şey etmək olmaz. Bəli. Elə sıradakı sujetimizdə də iftarı siqaretlə açmağın nə qədər təhlükəli olmağından danışılır. Gün ərzində gözləyiblər neçə saat. Ramazan ayında gün ərzində siqaret çəkməyən şəxslər iftar vaxtı ilə birlikdə ilk olaraq siqaret üst tuturlar. Uzun müddət nikotinsiz qalan orqanizm isə bu maddəyə daha həssas olur. Bəs orucu siqaretlə açmaq sağlamlıq üçün hansı təhlükələr yaradır?
Həkimlərin sözlərinə görə gün ərzində ac və susuz qalan orqanizmdə qan dövranı və maddələr mübadiləsi fərqli fəaliyyət göstərir. Bu zaman siqaret çəkilməsi nikotinin qana daha sürətlə qarışmasına səbəb olur. Nəticədə ürək döyüntüləri sürətlənir, damarlar daralır və qan təzyiqində ani dəyişikliklər baş verir. 15-16 saat aralıqlı oruçdan sonra orqanizmdə susuzlaşma və tromboza meyillik yaranır və biz dərhal siqaret çəkdiyimizdə orqanizmdə nə baş verir? Həmin siqaretin tərkibində olan nikotin damarların ciddi daralmasına səbəb olur ki, bu da miokard infarktına, beyin insultuna gətirib çıxarda bilər. 12-13 saatlıq fasilədən sonra tütün məmulatlarından istifadə baş gicəllənmə, halsızlıq və ürək bulanma ilə müşahidə olunur. Əllərdə, ayaqlarda titrəmə hissi, tahikardiya, ürək bulanma, baş gicəllənmə bu kimi şikayətlərin yaranmasına gətirib çıxarır. Əgər insan siqaretdən həmin dövrdə tamamilə imtina edə bilmirsə, bizim tövsiyəmiz o olacaq ki, iftarda qidasını qəbul etsin, suyunu içsin və yalnız 20-30 dəqiqədən sonra siqaret istifadə eləsin. Söhbət təkcə siqaretdən yox, bütün tütün məmulatlarından gedir. Hətta bəzən imsakı siqaretlə bağlayıb iftarı eyni qaydada açanlar var. Mütəxəssislər bildirirlər ki, orucu siqaretlə deyil, su və sağlam qidalarla açmaq orqanizmin bərpası üçün daha vacibdir. Ramazan ayı isə zərərli vərdişlərdən uzaqlaşmaq və sağlam həyat tərzinə keçmək üçün ən uyğun fürsətlərdən biri hesab olunur. Əzizə Mahmudzadə, Nair. Geçtiğim bütün yollar kalbimden geçirgedir. Gözlerin bu dünyaya sevilmeye öğredir. Kipriklerinle korun, saçlarınla yaşın yar. Amandı yad bakışlar, güzelliğin taşınar. Yüreğimi atsam da öz eşkimi atmara. Yüreğimi atsam da öz eşkimi atmara. Sana olan eşkimi sana da alçaltmara. 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 Mehriban gülüşünde nergisler yaranıptır. Mehriban bakışınla dalgalar daranıptır. Mehriban gülüşünle nergisler yaranıptır. Mehriban bakışınla dalgalar daranıptır. Yüreğimi atsam da öz eşkimi atmara. Yüreğimi atsam da öz eşkimi atmara.
eşkimi sənə də alçaltmaram. Sənə olan eşkimi sənə də alçaltmaram. Sənə olan eşkimi sənə də alçaltmaram. Sənə olan eşkimi sənə də alçaltmaram. Yüreğimi atsam da öz eşkimi atmaram. Yüreğimi atsam da öz eşkimi atmaram. Sana olan eşkimi sənə də alçaltmaram. Sənə olan eşkimi sənə də alçaltmaram. Sənə olan eşkimi sənə də alçaltmaram. Sənə olan eşkimi sənə də alçaltmaram. Şehir yine karıştı, yollarda yarıştı. Dalganı tut gülümser, bu ses seninle tanıştı. Bilirsen yolda tek değilsen 105 FM'desin. Sən məni səsləsən həmən gələrəm. Uzakta olsan da inan fərqi yox. Nə dərdin, qəmin var səninlə bölərəm. Xoşbəxt olmağını istəyirəm çox. Dağları aşaram, düşərəm düzə. Bilirəm, möhtacsan bir şirin sözə. Tələsib gələrəm, göz yaşım silim. Dolubdur xoş sözlər ürəyim, dilim. Mən sənin əlindən tuta bilərəm. Bir anda yox olar üzündən kədər. Ağlasan ağlaram, gülsən gülərəm. Yanında qalaram ölənə qədər. Dağları aşaram, düşərəm düzə. Bilirəm, möhtacsan bir şirin
sözler yüreğim dilim dağları aşaram düşerem düze bilirem möhtaçsa bir şirin söze tələsik gələrəm gözyaşım silim dolubdur xoş sözlər ürəyim dilim Azərbaycan Radiosu 105 FM-də. Səhər efirimiz davam edir və Bakının bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Hazırda yollarda vəziyyət necədir? İndi sizə ətraflı deyək. Deməli, Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində Heydər Əliyev prospekti əsas yol mərkəzi istiqamətində, Yusif Səfərov küçəsi mərkəzi istiqamətində, Tbilisi prospekti İzmir küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində, Tbilisi prospekti 20 yanvar metro stansiyası istiqamətində, bəli, mərkəz istiqamətində, 1-ci göl kənarı yolu Ziya Bünyadov prospekti istiqamətində, Ali Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində, Heydər Əliyev prospekti Köməkçi yol mərkəzi istiqamətində, Üzeyir Hacıbəyli küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər, 8 noyabr prospekti Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində, Binəqədi şosesi Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. Siyahı uzundur, bilirəm. Odur ki, yolunuz açıq olsun əziz dostlar, əziz sürücülər. Hörmətli sürücülər, siz tıxacda qala bilərsiniz. Amma Xocalıya piyada gedən insanlar da var. Bakıdan Xocalıya piyada yola düşən Hümbətov Bəhruz Hüseynoğlu dünən Xocalı soyqırma memorialına çatıb və 2002-ci il təvəllüdlü Hümbətov Bəhruz Hüseynoğlu Xocalıda şəhid olmuş babasının xatirəsinə ehtiram olaraq piyada yürüşə çıxıb və o 1992-ci ildə Xocalı rayon Meşəli kəndində şəhid olmuş Bəhlul Hümbətovun nəvəsidir. Bəhruz 15 fevral tarixində Bakının Yeni Yasamal qəsəbəsindən yola düşüb və dünən Xocalıya çatıb. Qeyd edirək ki, Bəhruz Hümbətov Xocalı azad olunacağı təqdirdə ora piyada gedəcəyini əhd eləmişdi və arzusuna da çatıb. Və deyək ki, həm də Bəhruz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində humanitar kollecin tələbəsi olub. Odur ki, həmin gəncə uğurlar arzu edirik. Xocalıda da xoşbəxt günlər arzulayırıq. Amin. Xoş sədalar gəlsin həmişə Xocalıdan. Sevgilim tut əlimdən, gedək söküləyə, rahatlıq gəzmirəm mən, gedək söküləyə. Sevgilim tut əlimdən, gedək söküləyə, rahatlıq gəzmirəm mən, gedək söküləyə. Qoy göynəsin üzümüz, qoy yaşarsın gözümüz, bükülməsin dizimiz, gedək söküləyə, bükülməsin dizimiz, gedək söküləyə.
daş kəsək var. Yollarda gül çiçək var. Yollarda qar külək var. Gedək üzü küləyə. Yollarda daş kəsək var. Yollarda gül çiçək var. Yollarda qar külək var. Gedək üzü küləyə. Qar göynəsin üzümüz. Qoy yaşarsın gözümüz. Bükülməsin dizimiz. Gedək üzü küləyə. Bükülməsin dizimiz. Gedək üzü küləyə. Bükülməsin dizimiz. Gedək üzü küləyə. Bükülsə də dizimiz. Gedək üzü küləyə. Gedək üzü küləyə. Gedək üzü küləyə. Saçları koy ağarsın, koy var olsun ellerimiz. Yine şirin dileklerde, yüreklerde yaşarsın. Bu keçidlər sanki elə bu mövsümün havasını da xatırladır Bəli, bir növ. gah isinir, gah soyuyur. Gah dinamik olur. Bəli, gah küləyi ilə bizi titrədir, gah da o günəşi ilə yazın qoxusunu bizə xatırladır. Elə boz ay kimi. Görürsüz də ki, necə hətta quşlar belə cəhcəh vurmağa başlayıb bu ayda. Bəli, söhbət xalq arasında Ağlar Gülər adlandırılan boz aydan gedir əziz dostlar və bayramın astanasında olduğumuzu xatırladan bu ayın özünə məxsus adətləri var. Hansı adətlərdir? O barədə sujetimizdə işləyəcəyik. Həm də ki elə deyək ki, boz ay bu təbiətin sanki bir rəssam kimi min rəngə boyandığı, buludların sənin dediyin kimi gah ağlayıb, gah günəşin sığalı ilə gülümsədiyi bir mövsümdür və Novruza qədər də davam eləyir hörmətli dinləyicilər. Elə biz də təbiətin oyanış dövründən boz aydan bir sujet hazırlamışıq. Bu ay barədə bir sujet hazırlamışıq. Gəlin bərabər həm dinləyək, həm də ki YouTube platformasında Azərbaycan Radiosu Plus səhifəsində izləyək. Boz ay kiçik çilənin bitməsi ilə başlayan bir dövrdür. Bu dövr qışdan yaza keçid dövrü hesab olunur. Havaların dəyişkənliyinə, eyni zamanda bozarıb tez-tez soyduğuna görə ona boz ay deyirlər. Boz ay qış fəslinin xalq arasında son ayı adlanır. Kiçik çilənin bitdiyi gündən yazın ilk gününədək Novruza qədər davam edir. El arasında bu müddət boz çillə, ala çillə, yaz ağzı, Ağlar Gülər ay adları ilə tanınır. Bir əfsanəyə görə aylar bölünərkən hər aya 32 gün düşür, boz aya isə 14 gün düşür. Bunu belə bir məqamda digər aylar hər özündən bir gün boz aya verir. Yenə də boz ay tamamlanmır. Boz ayda bir çox ayinlərin icra olunması, tonqalın qalanması, şəkərburanın və bir çox təamların süfrəyə düzülməsi, səməni cücərdilməsi, bütün bunların hamısı təbiətin oyanışına olan insanların inamı ilə bağlı idi. Boz ay kifayət qədər sərtliyini hiss etdirən aydır. Bu ay havanın qəfil dəyişməsinə, gün ərzində neçə cildə girməsinə şahidlik edirik. Siz əgər diqqət yetirdinizsə, Abşeron yarımadasında fevral ayının 21-nə kimi hava çox isti idi və təxminən 21-dən hava döndü. Təsərrüfat həyatı başlayır. Artıq əkinçiliklə bağlı proseslər başlayır. Məsələn,
Arat suyu keçirilir. Buna çillə suyu, arat suyu deyirlər. İlk suvarma, əkin, biçim bax bu dövrlərdə başlayır. Hətta ilin necə keçəcəyi də boz aydan bəlli olur deyirlər. Boz ay martın 21-i bahar ölkəmizə qədəmlərini basanda ömrünü başa vurur. Mən səninlə çox xoşbəxtəm. Birgə boynum bükmüş qumrular tək. Qəlbimdə yaşayırsan, ən dəyərli, ən saf duyğular tək. Gözlərimdə bir aləm var. Orada sən varsan, orada mən varam. Sən hamıdan bəxtəvərsən, mən isə hər kəsdən bəxtiyaram. Harda var ki sənin sevirəm deməyindən, qoy baxım gözünə, sarılım ürəyindən. Astaca, astaca deyirəm biləsən, bir bahardır, bir də sənsən. Sizə olan sevgim bir ixtiyardır. Qəlbimizdə, ruhumuzda, yaxşı ki dünyada sevgi vardır. Bir bahardır, bir də sənsən. Sizə olan sevgim bir ixtiyardır. Qəlbimizdə, ruhumuzda, yaxşı ki dünyada sevgi vardır. Harda var ki sənin sevirəm deməyindən, qoy baxım gözünə, sarılım ürəyindən. Astaca, astaca deyirəm biləsən, bir bahardır, bir də sənsən. Sizə olan sevgim bir ixtiyardır. Qəlbimizdə, ruhumuzda, yaxşı ki dünyada sevgi vardır. Bir bahardır, bir də sənsən. Sizə olan sevgim bir ixtiyardır. Qəlbimizdə, ruhumuzda, yaxşı ki dünyada sevgi vardır. Bir bahardır. Yollardaki vəziyyətdən xəbərdar olun. Bəli, Boz aydan danışdıq və dedik ki, Boz ay məhz Novruz bayramına qədər davam eləyir və bəzi bölgələrdə hətta axır çərşənbə bayramından belə daha təntənəli və göstərişli keçirilir və bayrama doğru gedərkən elə bayramla bağlı görülən işlər də var və bəzi qurumlar gücləndirilmiş iş rejimində belə çalışırlar. Elə Azərbaycan Dəmir Yolları kimi və Novruz bayramında bəzi istiqamətlərə bildiyimiz qədərilə əlavə qatar reysləri də açılacaq. Bəli, əlavə qatar reysləri açılacaq. Bu barədə isə daha ətraflı Azərbaycan Dəmir Yolları qurumunun əməkdaşı, mətbuat katibi Bəxtiyar Hacıyev bizə ətraflı məlumat verəcək. Eşidək. Azərbaycan Dəmir Yolları qarşıdan gələn Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq bir sıra istiqamətlər üzrə əlavə qatar reysləri təyin edir. 19-30 mart tarixlərində hər gün Bakı, Ağstafa, Bakı, həmçinin 20-30 mart tarixlərində Bakı, Qəbələ, Bakı marşrutları üzrə səfərlər təşkil ediləcək. 23 və 25 martda isə Bakı, Ağdam, Bakı marşrutu ilə əlavə reyslər həyata keçiriləcək.
Bayram günlərində hər gün Bakı, Qazax Bakı, Bakı, Balakən Bakı, Gəncə, Qəbələ, Gəncə xətləri 21 və 28 mart tarixlərində, yəni şənbə günləri Bakı, Ağdam, Bakı marşrutu ilə ənənəvi qrafik üzrə reyslər icra olunacaq. Biletləri dəmir yol kassalarından, Azərbaycan dəmir yollarının rəsmi saytından və ADM Mobile tətbiqindən əldə etmək olar. Əlavə olaraq qeyd edeyim ki, hazırda Bakı, Axsa, Bakı qatarlarına biletlər 10% endirimlə təqdim olunur. Gəl səhərim davam edir. Saçlarının rengi payınızdır, gözlerinin rengi deniz. Almaya benzer yanağın var, ay üzün aydan da temiz. Gönçe dudaklarda gülüşler, yine gözlerime görünsün. Beni benden alan öpüşler, yine etrafıma bürünsün. Gönçe dudaklarda gülüşler, yine gözlerime görünsün. Beni benden alan öpüşler, yine etrafıma bürünsün. Günleri saydım sana şahtım azizim, derdi gemi başından attım azizim. Yuxuna gəlməyüşüm, üzünü görməyüşüm, tək səni fikirləşib yatdım əzizim. Günləri saydım sənə şahtım əzizim, dərdi qəmi başımdan attım əzizim. Yuxuna gəlməyüşüm, yüzünü görməyüşüm, tək səni fikirləşib yatdım əzizim. Baxışlar, gör necə qəlbim közərir. Hər baxışından ürəyimdə bir yeni dünya düzəlir. Gönçə dodaqlarda gülüşlər, yenə gözlərimə görünsün. Məni məndən alan öpüşlər, yine etrafıma bürünsün. Gönçe dodaklarda gülüşler, yine gözlerime görünsün. Beni benden alan öpüşler, yine etrafıma bürünsün. Günleri saydım sana çattım azizim, derdi gemi başımdan attım azizim. Yuxuna gəlməyüşüm, üzünü görməyüşüm, tək səni fikirləşib yatdım əzizim. Günləri saydım sənə çatdım əzizim, dərdi qəmi başımdan attım əzizim. Yuxuna gəlməyüşüm, üzünü görməyüşüm, tək səni fikirləşib yatdım əzizim. Üzünü görməyüşüm, yuxuna gəlməyüşüm, tək səni fikirləşib yatdım əzizim. O 105 FM'də Gəl səhərim, gəl səhərim. Davam edir Gəl Səhərim, hörmətli dinləyicilər və izləyicilər. Azərbaycan Radiosu 105 FM-də bizə qulaq asanlar və eyni zamanda Azərbaycan Radiosu Plus səhifəsində
görüntülü şəkildə bizə baxanlar, YouTube-dan bizə baxırsınız. Sabahınız xeyir olsun. Studiyada İlkin Baba və Günay Tehran qızılım. Və proqramımızı elə yuxu ilə də davam etdiririk dostlar. Deməli mütəxəssislər deyirlər ki, orucluq vaxtı və vaxtı imsak və iftar yeməyindən dərhal sonra yatmaq fizioloji baxımdan tövsiyə olunmur. Çünki uzanmış vəziyyətdə mədənin boşalması ləngiyir və reflüks riski yaranır. Mütəxəssislər deyirlər ki, kliniki müşahidələr göstərir ki, yeməkdən sonra dərhal uzanmaq mədə turşusunun qida borusuna geri axmasına səbəb ola bilər. Bu yanma hissi, diskomfort və həzm pozğunluqları ilə nəticələnə bilər. Bilmirəm, bu halla rastlaşanlar olub ya yox. Bundan əlavə həzm prosesinin effektiv getməsi üçün parasimpatik aktivliyin optimal olması vacibdir və yüngül fiziki aktivlik, məsələn, qısa müddətli gəzinti mədə bağırsaq hərəkətliyini stimullaşdırır. Ən son çıxan sınaqlar sübut eləyir ki, qida qəbulundan sonra 15 dəqiqə gəzinti qanda şəkər yüksəlməsini yarıya qədər azalda bilər. Və eyni zamanda Günay, oruc tutarkən imsak və iftar arasındakı uzun müddət ərzində enerji səviyyəsinin stabil saxlanması üçün əsasən düzgün qida seçimi və metabolik tarazlığın qorunmasından asılıdır və elmi tədqiqatlar göstərir ki, kompleks karbohidratlar, yüksək keyfiyyətli zülallar və sağlam yağlarda qanda qlukoza səviyyəsinin daha stabil qalmasına kömək edir və uzun müddətli toxluq hissi yaradır və buna görə də iftarınızı su, xurma və ya yüngül şorba ilə başlamaq, sonra isə balanslaşdırılmış şəkildə zülal mənbələri, məsəl üçün balıq, toyuq, paxlallar, bunlardan istifadə edə bilərsiniz və liflə zəngin qidalar həzm prosesini tənzimləyir və bağırsaq fəaliyyətini də yaxşılaşdırır. Bu da mütəxəssislərin həkim mütəxəssislərin fikirləridir ki, bizə sizə çatdıraq. Bəli, ola bilər ki, dalğanı bax elə indicə 105 FM-ə kökləyənlər oldu. Söhbəti yarıdan eşitdilər və onlara deyək ki, həmin o dinləyicilər arasında oruc olanlar da ola bilər və oruc mütəxəssislər deyirlər ki, əziz dostlar, əziz dinləyicilər, orucluq vaxtı imsak və iftar yeməyindən dərhal sonra yatmaq fizioloji baxımından tövsiyə olunmur. Yəni yatmırsınız. Bəzən insanlar deyirlər ki, orucu tutdum, qoy yatım, biraz da günüm keçsin, getsin. Əslində yəni, düzgün deyil. Azalsın, amma əslində düzgün deyil. Gəzintiyə çıxsaz daha yaxşı olardı. Allah orucunuzu qəbul etsin. Hörmətli dinləyicilər, eyni zamanda birazdan daha bir sujetimiz olacaq. Biz biraz əvvəl danışdıq, Günay Novruzdan danışdıq və Novruz biz bölgələrimizə gedən vətəndaşlarımızdan danışdıq ki, onlar üçün şərait yaradılır, reyslər artırılır. Amma mahnıdan sonra daha bir sujetimiz olacaq. Bu sujetdə isə ölkəmizə gələn turistlər üçün və eyni zamanda turistlərin sayı artıb, statistik məlumatlar var. Bu barədə dinləyicilərə məlumat verəcək. Mahnı fasiləsindən sonra danışacaq. Şansını gedəktar ölmədən, gözlər uzaqda, səni gör nələr. Nə qədər ki vaxt var, ömürdə çıraqlar sonradan, gözlər uzaqda, səni gör nələr. Çətin deyil gülmək, gördüyün hər ağrıya təbəssüm və keç. Sənin deyil fərz et ki o, çətin deyil bilmək, həyatda var olmağın qədrini, hər şeyə tapılar əlbət ki yox. Boş verin dərdlərinizi, bu dünya hər birimizin, qucaqlayın sevdiyinizin ölmədən öncə. Bu həyat boşa vaxt yazır, dərdləri boşamaq lazım, doya doya yaşamaq lazım. Ölmədən öncə boş verin dərdlərinizi, bu dünya hər birimizin, qucaqlayın sevdiyinizin ölmədən öncə. Bu həyat boşa vaxt yazır, dərdləri boşamaq lazım, doya doya yaşamaq lazım, ölmədən öncə. Boş verin dərdlərinizi, bu dünya hər birimizin, qucaqlayın sevdiyinizin ölmədən öncə.
boşa vaxt yazır. Dərdləri boşamaq lazım. Doya doya yaşamaq lazım. Ölmeden önce, ölmeden önce, ölmeden önce, ölmeden önce, ölmeden önce. Gəl səhərim davam edir. Bugünlerde yorgunum diye bunu özüme korkuram diyem. Bugünlerde yorgunum diye bunu özüme korkuram diyem. O gözlerine vurgunam diye seven sevene doğrular diye. O gözlerine vurgunam diye seven sevene doğrular diye. Sana elə gəlir ama məni belə xatırlama. Sabır edib çataq yama, olar dəniz dama dama. Məni bilə bilə belə o da salma, alıb keçənləri yada salma. Ah bilə bilə belə o da salma, səni sevən adam yada qalmaz. Bugünlerde yorgunum diye bunu özüme korkuram diye. O gözlerine vurgunam diye seven sevene doğrular diye. Bugün ne sen dünen ne sen, bugündeyim dünen de sen. Kulak verip gülen sese, yüzüm gülür gülen de sen. Beni bile 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 o da salma, alıp geçenleri ya da salma. Ah bile 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 o da salma, seni seven adam ya da kalmaz. Bugünlerde yorgunum diye bunu özüme korkuram diye. Bugünlerde yorgunum diye bunu özüme korkuram diye. O gözlerine vurgunam diye seven sevene doğrular diye. O gözlerine vurgunam diye seven sevene doğrular diye. Yorgunum diye korkuram diyem. Şehir yine karıştı, yollarda yarıştı. Dalganı tut gülümse, bu ses seninle tanıştı. Bilirsen yolda tek değilsen. 105 FM'desin. Mən Bakını seçdim. Çünki buradakı günəşli hava, tarixi yerlər, mədəniyyəti çox xoşuma gəldi. Bundan əlavə şəhərin təmizliyi və təhlükəsizliyi əladır. Biz həmçinin burada Palçıq vulkanını, Şahdağı gəzdik. Keçirilən müxtəlif sərgilər və mədəni tədbirlər haqqında məlumat aldıq. Turistlərin ən çox üz tutduğu məkanlardan biri də miniatür kitab evidir. 2002-ci ildə yaradılan bu məkan artıq 24 ildir fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən gətirilmiş kitablar burada sərgilənir. Kitablar kiçik ölçüsünə baxmayaraq böyük mədəni dəyər daşıyır.
İlk baxışda qara nöqtəyə bənzəsə də, göy qutunun içindəki ağ dairədə yerləşən kitab 22 səhifədən ibarətdir. Yaponiyada lazerlə yazılan miniatür kitab 4 fəslin çiçəkləri adlanır. Burada ən çox bala pişiklər xoşuma gəldi. Onlarla oynadım, atraksiyonlara getdik və mən çox əyləndim. Buranın təmiz havasını bəyəndik. Funklyoru, bulvarı gəzdik. Çox bəyəndik. Rəsmi statik məlumatlara görə ötən ilin yanvar ayı ilə müqayisədə turistlərin sayı bütün istiqamətlərdə artıb. Səudiyyə Ərəbistanı 45% artım. Qərbi Avropa ölkələri 44% artım. Türkiyə 15,5% artım. Rusiya 2% artım. Bundan başqa Özbəkistan, Qazaxıstan və digər ölkələrdən də artım müşahidə olunub. Mütəxəssislər bildirirlər ki, bu il Bakıya səfər edən turistlərin sayında rekord göstəricilər gözlənilir. Bu istiqamətdə bir sıra addımlar atılır. Yüksək göstəricilərə nail olmaq üçün əsas instrumentlərdən, alətlərdən biri marketinq işləridir ki, bu il biz daha belə deyək, aqressiv, daha rəqabət qabiliyyətli marketinq kampaniyası aparırıq hədəf bazarlarında ki, bu deməli marketinq kampaniyası həm onlayn aparılır, həm offlayn aparılır, yəni ki, onlayn digital belə deyək platformlarda, sosial şəbəkələrdə və s. media vasitəsilə aparılır. Həmçinin də hədəf bazarlarında sərgilər iştirakdır. Qərbi Avropa və Mərkəzi Şərqi Avropa ölkələrində də davamlı kampaniyalar nəzərdə tutulub. Hədəf bazarlarına yönələn marketinq kampaniyaları və sərgilər ölkəmizin turizm imkanlarını geniş auditoriyada tanınması baxımından müsbət nəticələr verib. Qəlbimə köçdün sən ilk duyduğum gündən gözlərimə görünürsən hər baxdığımızda. Mən sevgiyə heç vaxt inanmazdım, məni sən inandırdın sevgilim. Sən gəldin və dəyişdin özünlə hər şeyi, səninlə mən özüm deyiləm bir başqa biri. Ömür boyu arzuları bəslədim, yalnız səni gözlədim sevgilim. Nə gecələr, nə gündüzlər arzumdan dönmədim, nə yağışlar, nə tufanlar məni üşütmədi, nə sınaqlar, yalnızlıqlar gözəl görünmədi. Tək səni gözlədim, yalnız səni gözlədim. Əllərinə ilk dəfə toxunanda anladım, o əlləri buraxmam bircə anda. anladım. Son nəfəsim olsa da, tək səninəm dünyada sevgilim. Nə gecələr, nə gündüzlər arzumdan dönmədim, nə yağışlar, nə tufanlar məni üşütmədi, nə sınaqlar, yalnızlıqlar gözəl görünmədi. Tək səni gözlədim, yalnız səni gözlədim. Nə gecələr, nə gündüzlər arzumdan dönmədim, nə yağışlar, nə tufanlar məni üşütmədi, nə sınaqlar, yalnızlıqlar gözəl görünmədi. Tək səni gözlədim, Yalnız səni gözlədim. Yalnız səni, yalnız səni, yalnız səni, yalnız səni. nə gecələr, nə gündüzlər arzumdan dönmədim, nə yağışlar, nə tufanlar məni üşütmədi, nə sınaqlar, yalnızlıqlar gözəl görünmədi. Tək səni gözlədim, yalnız səni gözlədim. Nə gecələr, nə gündüzlər arzumdan dönmədim, nə yağışlar,
İdman xəbərləri. AFFA İntizam Komitəsi oyuna çıxmayan 2 region liqası klubunu cəzalandırıb. Qobu Kristal oyunu qonaq komandanın təyin edilən vaxtda meydanda olmadığına görə qonaq komandaya Kristala 0-3 hesablı texniki məğlubiyyət verilib. Eyni aqibəti Dirçəliş klubunda yaşayıb onlar Universal Futbol Akademi kollektivlə görüşdə adı protokolda olmayan Ələkbər Əliyevi meydana buraxdıqları üçün 0-3 hesablı texniki məğlubiyyətlə üzləşiblər. Bu klublar texniki məğlubiyyətlə üzləşib, amma bir klub var ki, Bakı TFK komandası AFFA Region Liqasından kənarlaşdırılıb. Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Paytaxt təmsilçisi Beyləqanla oyunda təyin olunan vaxtda meydanda olmayıb. Bu səbəbdən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün Bakı TFK yarışdan uzaqlaşdırılıb. Jürgen Klopp yayda məşqçilik fəaliyyətinə qayıda bilər. Belə ki, mütəxəssis yaxın gələcəkdə Red Bull sistemindəki vəzifəsindən ayrıla bilər. Kloppun bu vəzifədəki nəticələrinin daxili gözləntiləri doğrultmadığını bildirilir və bu vəziyyət Almaniyalı mütəxəssisin vaxtının əvvəl gedişinə yol açır. Son aylarda mətbuatda onun adının yayda baş məşqçi dəyişikliyinə gedəcəyi gözlənilən Realla hallandırılır və hazırda Madrid təmsilçisi Alvaro Arbeloa tərəfindən idarə olunur. Qeyd edək ki, 2025-ci ilin əvvəlindən Red Bullda çalışan Jürgen Klopp 2015-2024-cü illərdə İngiltərənin Liverpool komandasına rəhbərlik edib. İtaliyanın Juventus klubu qapıçısı Carlo Pinzoli ilə müqavilənin müddətini uzadı. Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 35 yaşlı golkiperin yeni sözləşməsi 2027-ci ilin yayınədək nəzərdə tutulub. Juventusun yetirməsi olan Carlo Pinzoli 2010-cu ildən əsas komandanın heyətində yer alır və bu vaxtadək müxtəlif komandalarda icarədə oynayıb. Qapıçı Turin təmsilçisinin heyətində cəmi 6 maçça çıxıb. Və son xəbərim İspaniya təmsilçisi Barcelona'nın yarım müdafiəçisi Frank de Jong komandasının son məşqi zamanı zədələnib. İlkin tibbi müayinə zamanı 28 yaşlı Niderlandlı futbolçunun budunun arxa əzələsində yırtıq olduğu üzə çıxıb və o bir ay yaşıl meydandan kənarda qalacaq. Onun müqaviləsi isə 2029-cu ilin yayına qədər qüvvədədir. Azərbaycan radiosunda ən son idman yeniliklərini isə saat 13 xəbərlərindən sonra dinləmə imkanınız var. naxır düzürəm ayrılıq oduna mənə dözürəm dərddən öz ömrümə naxır düzürəm insafsız nə vaxtdır yalqız gəzirəm yanımca addımla izim sevinsin
Bizə geri qayıtdıq. Proqramımızı davam Buradayıq, etdiririk. bəli. Studiyadayıq və hər birinizi salamlayırıq əziz dostlar. Bir daha sabahınız xeyir olsun. Bugün mikrofon qarşısında Günay Tehran qızı və həmkarım İlkin Babadır. Hər birinizə xeyirli, uğurlu bir gün arzu edirik. Biz proqramımızın birinci saatında mədəniyyət paytaxtından danışdıq və hər il Azərbaycanın ayrı-ayrı şəhərləri ildə bir dəfə seçilməklə folklor paytaxtı da olur və folklor nümunələri nümayiş etdirilir il ərzində və biz də elə sırada folklorumuzdan danışacağıq. Çünki Azərbaycanın köklü tarixidir bizim folklorumuz, hörmətli dinləyicilər və folklorda ənənələrimiz var, yaşanan ənənələr var. Bu ənənələri qoruyub saxlayırıq və elə Novruzdan danışırıq. Novruz da bizim folklor nümunəmizdir, bir tariximizdir və Novruzda bir çox oyunlar, bütün bunlar da illərdir ki, adət halını alıb və əsrlərdir davam edən bir ənənəmizdir. Həm də onu yaşadırıq, həmin o ənənələri çox şükür ki, müasir dövrdə də yaşadırıq. İnanclarımız da var folklorumuzda. Bəli, inanclarımız da var. Onlardan biri də üzərliyin yandırılmasıdır. Bəd nəzərdən qorunmaq üçün. Bəd nəzərdən qorunmaq üçün və hətta üzərlik mən deyim ki, sinirləri sakitləşdirir. Bilmirəm bundan istifadə eləmisən ya yox, bu məqsədlə. Türkiyə çarıda istifadə olunurdu üzərlikləri zamanında. Nəinki Türkiyə çarıda. Məsəl üçün mən özüm çox stresli, əsəbi olduğum bir vaxtda üzərlik yandırıram. Qoxusu? Üzərliyi yandırıram, bəli, onun qoxusunu qəbul etməyə çalışıram. Onunla da həm baş ağrılarım keçir, həm də ki, inan mənə tam belə baxırsan üzümə, tam səmimiyyətimlə deyirəm ki, insanı həqiqətən də sakitləşdirir üzərlik. Çünki adətən o üzərlik o yandırılan vaxt qoxuya çox yaxın durmamağa çalışırıq. Amma əslində üzərlik həm də zərərli, zəhərli bitki hesab oluna bilir. Əgər dozanı aşarsansa, məsəl üçün onu dozasından artıq qəbul edərsənsə. Bəli, zəhərli sayıla bilər. Amma ki, yandırıb tüstüsünü qəbul eləyəndə baş ağrılarını sakitləşdirir, sinirləri sakitləşdirir. Yeri gəlmişkən, boyaq sənətində də istifadə olunur. Bəli, türk qırmızısı deyirlər ona. Üzərliyin toxumlarından təbii boyaq kimi istifadə olunur. Xüsusilə də xalçaçılıqda məşhur olan o türk qırmızısı rəngini almaq üçün üzərlik yandırırlar. Biz üzərlikdən eşitdiklərimizdən, biraz da bildiklərimizdən və yaxud da ki, gördüklərimizdən danışdıq. Amma əslində Azərbaycan folklorunda üzərlik nə anlama gəlir? Sıradakı süjetimizdə bu barədə araşdırma aparıb əməkdaşımız. Üzərlik sən havasan, min bir dərdə davasan, balama göz tikənin, gözlərini ovasan. Üzərlik çatla, düşmənin gözünü partlat, gözləyənin gözü çıxsın və s. Bu deyimlər hər birimizin uşaqlıqdan eşitdiyi cümlələrdir. Bir evdə əgər narahatlıq olardısa, analarımız, nənələrimiz üzərlik yandırardı. Üzərlik Azərbaycan folklorunda bədnəzərdən qoruyan ən güclü bitkilərdən biri sayılır. Təmizlik və saflaşma rəmzidir. Bu adət-ənənə əsrlər boyu qorunub saxlanılıb, nəsildən nəslə ötürülüb. Tarixən folklorumuzda bu ot bitkisinin xüsusi yeri olub. Mental dəyərlərimizdir, bu bizim adət-ənənəmizdir, bu biz istifadə elədiyimiz ritualdır. Ümumiyyətlə mənfi energiyanı götürən və xalq təbabətində müxtəlif xəstəliklərin sağalması üçün istifadə olunan bir otdur. Üzərlik insanın əhvalını yaxşılaşdırır. Bunun səbəbi isə tərkibində olan maddələrlə əlaqələndirilir. Həmçinin üzərlik bitkisi sakitləşdirici təsirə malikdir. Baş ağrı və ürək bulanmaları da dayandırır. Ancaq son illər mütəxəssislər bu bitkinin alkaloid tərkibli olduğunu deyirlər. Hazırda ölkəmizdə üzərliyin satışı ilə bağlı heç bir qadağa olmasa da xarici ölkələrə aparılması tövsiyə olunmur. Çünki vətəndaş getdiyi ölkədə bu bitkiyə görə məsuliyyətə cəlb oluna bilər. Belə halların yaşanmaması üçün diqqətli olmaq lazımdır. Psixotrop tərkibli bitkilər kateqoriyasına aid ölkə vətəndaşları üçün tövsiyə qaydalar mövcuddur ki, onlar ölkə ərazisindən üzərlik maddəsini, bitkisini apardıqları zaman və ya digər ölkələrdən ölkəyə üzərlik bitkisini gətirdiyi zaman bununla bağlı tövsiyələrə riayət etməlidirlər və qanunvericiliyin tələblərinə riayət etməlidirlər. Vətəndaşlara tövsiyə olunur ki, xarici ölkələrə səyahət edərkən üzərliyi, onun toxumlarını, hissəciklərini və ya törəmələrini özləri ilə aparmasınlar. Belə ki, bəzi ölkələrdə bu bitkinin hətta kiçik miqdarda aşkarlanması ağır hüquqi nəticələrə səbəb ola bilər.
Canım gözüm hançer sözü yaraladı bir məni. Canım gözüm hançer sözü yaraladı bir məni. Söz yarası yaman olur, göylədir öldürür məni. Söz yarası yaman olur, göylədir öldürür məni. Ne üçün könül dağlardarsan, göz yaşlarım çağlardarsan, günde 100 yol ağladarsan, bari bir yol güldür məni. Ne üçün könül dağlardarsan, göz yaşlarım çağlardarsan, günde 100 yol ağladarsan, bari bir yol güldür məni. Gecelerdir, gündüzlerdir, dilinde odlu sözlerdir. Gecelerdir, gündüzlerdir, dilinde odlu sözlerdir. Ah o gözler, ne gözlerdir, öldürüp dirildir beni. Ah bu gözler, ne gözlerdir, öldürüp dirildir beni. Ne için könül dağlardarsan, göz yaşlarım çağlardarsan, günde 100 yol ağladarsan, bari bir yol güldür beni. Könül dağlardarsan, göz yaşlarım çağlardarsan, günde 100 yol ağlardarsan, bari bir yol güldür beni. Göz yaşlarım çağlardarsan, günde 100 yol ağladarsan, bari bir yol güldür beni. Ne için könül dağlardarsan, göz yaşlarım çağlardarsan, günde 100 yol ağladarsan, bari bir yol güldür beni. Bari bir yol güldür beni. Bari bir yol güldür beni. Yollardaki vəziyyətdən xəbərdar olun.
Bəli, ilk saatda yollarda sıxlıq var demişdik, amma bu dəqiqələrdə sıxlıq nisbətən səngiyib və rəsmi saatı başladığı üçün artıq avtomobil sayı da azalıb, amma hələ də sıxlıqda olanlar var. Avtobusla getmək daha rahatdır, çünki paytaxtımızda avtobus yolları çəkilib və avtobuslar mənzil başına ictimai nəqliyyat daha tez gəlib çatır. Əvvəllər biz maşın alırdıq ki, daha tez çataq istədiyimiz yerə, getdiyimiz mənzilə, amma indi avtobuslar o qədər rahatlaşıb ki, istədiyin yerə öz maşınından daha tez çatırsan. Bəzən taksi sifariş edirsən, taksi ilə daha tez gedib çatasan, amma bu da mümkün olmur, çünki taksilərin də avtobus zolağına girişi qadağandır. Ona görə də məcbur elə şəxsi avtomobilinizlə taksiyə getmək arasında bir fərq olmur. Dediyimiz kimi ən əsası ictimai nəqliyyatdan, avtobusdan, metrodan istifadə etməkdir. Amma yaponlar bunun da çarəsini tapıblar. Yaponiyada uçan taksilər sınaqdan keçirilir əziz dostlar və hətta o gün mən düşünürdüm ki, velosiped kimi nəqliyyat növü istehsal olunsa, üstü örtülü yaxşı olardı. Elə bir ki, tək adamsan. O Hindistanda olanda. Oturursan, gedirsən işə, qayıdırsan. Yəni başqa heç kimi daşımırsan da özünlə. Yox, skuterlər var indi. Tək adamlar var, yox. Üstü örtülü qapalı, olsun. Soyuq olmasın. Hətta onu inşaat sektorunda istifadə edirlər, elə maşınlardan, elə nəqliyyat növlərindən. Adını mən bilmirəm açığı, onlar nədir, nə cür adlanırlar. Bax, o üstü örtülü olur, tək adam oturur, onu sürür. Bax, hərdən fikirləşirəm ki, kaş ki bir dənə elə maşınlar istehsal olunardı, həm çox yer tutmazdı şəhərdə. Onu elə saxlayanda da rahat saxlamaq olardı. Sürücüsüz yoxsa sürücü özün olardın? Sürücü özün olardın. Amma iki təkəri olsun, üstü örtülü olsun. Yaxşı arzularım var. Uzaq başı bir dənə asılqan qoysunlar ki, heç olmasa paltarını asasan oradan. Əgər işə gedirsənsə, işlə bağlı olur da, indi elə köynəklər, elə paltarlar aparırıq ki, Japonlar nə edib? Onlar qayıdaq ki, onlar uçan taksidən istifadə edirlər. Taksiləri onlar sınaqdan keçirirlər hələ ki və deyirlər ki, aparat ilk uzaqdan idarə olunan uçuşunu Tokyo körfəzi üzərində həyata keçirib. Uçuş təxminən dəqiqə yarım davam eləyib və aparat təxminən 150 metr məsafəni qət eləyib. Hələ ki pilotsuzdur da bu. Soruşanlar ki, hardasan, taksidəyəm, uçuram. Gəlirəm. Taksilə uçub gəlirəm. Vasitəsi 3 nəfərin daşınması üçün nəzərdə tutulub. Bunlar daha insaflı davranıblar mənim istəyimdən fərqli heç olmasa olaraq. 3 nəfər var, ha? Heç olmasa 3 nəfər var, amma mən istəyirdim ki, 1 nəfərlik də olsa, çünki mən oturum, sürüm, gedim, çatım. Amma nə bilim, mən risk eləmərəm. Niyə? 1 nəfərliyə risk eləməsən? Uçan taksiyə risk eləmərəm. Yox, onlar artıq reallaşandan sonra elə uçmaq istəyəcəksən ki, ilkin. Tıxacda qalmaqdan sən azından uçmaq yaxşı. Mən elə gəlir ki, elə orada da tıxac yaranacaq. Hamımız o uçan maşınlardan istifadə eləyəcəyik. Təbii ki, texnologiya inkişaf eləyir, yeni nələrsə ortalığa çıxır və bütün bunlar da bizi təəccübləndirməyə davam eləyir. Təəccübləndirənlərdən biri də ChatGPT-dir. İstifadə edirsən yəqin ki, ChatGPT-dən. Az asallarda. Mən də imkan daxilində çalışıram ki, məlumat xarakterli. Bir neçə dəfə yoxladım, gördüm ki, hətta məlumatları səhv verir. Bəli, ona görə də dəqiqləşdirmək lazımdır. ChatGPT-dən istifadə edərkən mütləq bir çox vacib məqamlar ki, bunu nəzərə almaq lazımdır. Məsəl üçün, cavablar hər zaman dəqiq olmaya bilər. Yəni uydurma cavablar, hallüsinasiyalı cavablar ola bilər. Ona görə də özünüz bu cavabı etibarlı mənbələrdə dəqiqləşdirin. ChatGPT insan deyil, bəzilərimiz dərdləşirlər, onunla söhbətləşirlər və s. Xeyr, sadəcə olaraq dostu və həmsöhbəti kimi düşünməyin. Bütün cavablar alqoritm əsasında formalaşıb. Bundan başqa yaddaşı məhduddur. ChatGPT yalnız cari dialoq çərçivəsində konteksti saxlayır və məhdud həcmdə o mətni nəzərə ala bilir və keçmiş söhbətləri xatırlamır. Yəni desəniz ki, mən dünən sənə bunu demişdim, onlar xatırlamayacaq. Niyə bəziləri xatırlayırlar? Adı xatırlayırlar bəziləri. Bəzən deyirlər ki, sən bunu məndən soruşmuşdun. Doğrudan. Hə. Görsən ki, onda deyirsən, yox, imtina et, dedin ki, yox, azad istifadə edirəm. Yox, elə çox istifadə eləmirəm. Yəni, mən demək istəyirəm ki, bəzən elə olur ki, eyni xarakterli informasiyanı almaq istəyirsən, görürsən ki, elə adamlar var ki, elə sənətkarlar, elə şəxsiyyətlər var ki, onlar haqqında informasiyanı səhv verir. O bilirsən nə vaxt olur? ChatGPT-dən istifadə edirsən, proqramın o ümumi keş var ki, onu təmizləmirsən, qalır orada yaddaşda. Hə, o mənada ola bilər, onu xatırlar. Bəli, davam edir. Və bir də mütəxəssislər deyirlər ki, neyro şəbəkələrdən istifadə zamanı tam məxfilik anlayışı mövcud deyil. Ona görə də şəxsi məlumatlarınızı ChatGPT ilə paylaşmayın. Deməyin ki, şəxsiyyət vəsiqəmin seriya nömrəsi budur, film kodum budur və s. Bütün bunları ChatGPT-dən də gizlədin. Sən dedin yaddaş məsələsində mənim yadıma düşdü ki, qızım bir neçə dəfə gördüm, onunla məşğul olmaq istəyir. Deyir ki, sən mənə ingilis dilində tapşırıqlar ver. Məni hazırlaşdır, ingilis dilini mənə öyrət. Mənə tapşırıqlar ver, mən yazım, sonra mənim tapşırıqlarımı yoxla.
Bir neçə dəfə belə bir hal yaşandı. Sonra istədi ki, onunla müəllim kimi danışsın, davam eləsin Artıq söhbətə. söhbət başqa Ki yerə deyir, gedir. mən indi gözlə sən dedim, mən yazıram, sən gözlə indi oradan davam eləyərik. Cibti də deyir ki, mənim bir dənə yaddaşımı təzələdən sən nə istəyirdin məndən? Gördüm uşaq əsəbləşir, dedim əşi, əl çək ondan. Bəli, dediyimiz kimi öz dostu həmsöhbəti kimi qəbul etməsə daha yaxşı olar. Məncə də daha yaxşı olardı. ChatGPT-dən fərqli olaraq biz sizinlə dostluq, həmsöhbətik. Azərbaycan Radiosu vasitəsilə eyni zamanda bizi görə bilərsiniz. Azərbaycan Radiosu Plus YouTube səhifəsində. Gəl Səhərimin studiyasında İlkin Baba və Günay Tehran qızıdır. Yağışlı günler, ağlayan gözler, seni arzular, yolunu gözler, eğilen sözler, her bir kelimeler, ünvanı senden, çekirem neler, seni gözleyirem, ben seni. Sahiller denizi gözleyen kimi çağırıram dur sesimi hasretin çok üzür seven kalbimi. Biten duygular bilmezdim bana çok çetin olar yalan doğrular yaşanan anlar sen deme bir gün bitip yok olar seni gözleyirem ben seni sahiller denizi gözleyen kimi çağırıram dur sesimi hasretin çok üzür seven kalbimi seni gözleyirem ben seni sahiller denizi gözleyen kimi çağırıram dur sesimi hasretin çok üzür seven kalbimi seni gözleyirem çağırıram dur sesimi hasretin çok üzür seven kalbimi. Gəl səhərim davam edir. Hiç olur mu dünyadan baş götürüp kaçmak arzun? Hiç olur mu söylemişsen elveda? De olup mu kuş olup semalara uçmak arzu? De olup mu tek kalmışsan dünyada? Gözlerimde kal
Hiç olur mu haksızlık önünde sadece sustum. Hiç olur mu geçmişin boz vereklerini bozdum. Haberinde var mı hiç arkaya bak bir ömür öttü. Dostum oraya kimler gelip kimler gitti. Dostum hiç olur mu haksızlık önünde sadece sustum. Hiç olur mu geçmişin boz verenlerini bozdum. Haberinde var mı hiç arkaya bak bir ömür öttü. Dostum oraya kimler gelip kimler gitti. Hiç olup mu həsrətin oxlarına duş gəlmisən? Hiç olup mu düşünmüsən geçəcək? Deməmədim, hiç olup mu bir anlık gövrəlmisən? Biləndə ki buradan hamı keçəcək. Gözlərimdə qəm, sənə danışım dərdlərimdən məni dinlə. Al mənə həm də dostum. Heç olma haksızlıq önündə sadəcə sustum. Heç olma keçmişin boz vərəqlərini. Xəbərində varmı heç arxaya bax bir ömür ötdü. Dostum, ora kimlər gəlib, kimlər getdi. Dostum, heç olma haksızlıq önündə sadəcə sustum. Heç olma keçmişin boz vərəqlərini bozdum. Xəbərində varmı heç arxaya bax bir ömür ötdü. Dostum, artıq proqramımızda yekunlaşdırmaq ərəfəsindəyik. Sağollaşmalıyıq dinləyicilərlə və bizi izləyən izləyicilərlə. Bəli, sağollaşırıq dinləyicilərimizlə və ümid edirik ki, bizim təqdim etdiyimiz belə deyək də xəbərlər, maraqlı sujetlər dinləyicilərimizin ürəyincə oldu və əvvəldə də demişdik ki, ümid edirik ki, bu yaxın 2 saat ərzində sizə yaxşı bir proqram təqdim edəcəyik və ürəyinizə işıq salacağıq. Gününüz uğurlu olsun. Bu arzu və niyyətlə Günay Tehran qızı İlkin Baba sizinlə sağollaşır. Rejissorumuz Qızqayıt Camalova, YouTube üzərindən görüntünü rejissorumuz Fərid Məmmədov təqdim edirdi. Bugünlük bu qədər. Hər səhəriniz xeyirli xəbərlərlə açılsın. Üşüdürdü pəncərə şüşəsində damlalar görüşürdü, narın yaxır, isti baxır, saçlar nəmli, gözlər qəmli. Həmin görüş yerinə, sənin gəlməməyinə, ürəyimdən keçəni sənin bilməməyinə, ilıq dodaqlarımla sənin gülməməyinə, isti göz yaşlarımı sənin silməməyinə, bircə dəqiqə qalır, bircə dəqiqə qalır.
sürüşürdü, doğmalar ayrıldı, özgeler görüşürdü. Çıkıp gittin, özüm kaldım. Sen kimsesiz, ben kimsesiz. Hem görüş yerine senin gelmemeyine, yüreğimden geçeni senin bilmemeyine, ılık dodaklarına senin gülmemeyine, isti gözyaşlarımı senin silmemeyine. Bircə dəqiqə qalıb, bircə dəqiqə. Necə isti kafede qollarıma qısıldın, sual olub dodaqdan, qıfıl kimi asıldın. Həmin görüş yerinə sənin gəlməməyinə, ürəyimdən keçəni sənin bilməməyinə, ilıq dodaqlarına sənin gülməməyinə, isti göz yaşlarımı sənin silməməyinə. Həmin görüş yerinə sənin gəlməməyinə, ürəyimdən keçəni